Xanımları bezdirən, qorxulu rüyalarına çevirən miyomalar. Bu xanımda qanaxma olurdu, yəni miyomaya bağlı değildi. İndi baxaq ki, uşaqlıq daxilində problem varmı? Yəni, gözlə görülən bir problem yoxdur. Biraz yaxınlaşdır. Gözlə görünən bir problem yoxdur. Burada adenomyoz uzaqları var. Xanımların bezdiyi, yəni 40 min dəfə sual verdikləri adenomyoz uzaqları, endometrioz, şokolad kistası olur yumurtalıqda. Yəni onun bənzərinin uşaqlıq daxilində olması da, əzələ qatında olması da. Əməliyyatda da onsa əziyyət çəkdik. Burada hətta uşaqlıq boynunda da, yəni o toxumalar uşaqlıq boynunda da var. Hətta əməliyyatda uşaqlıq boynunda uzanmışdı və çıxarmaq çətin olduğuna görə iki hissədə çıxarmalı olduq. Buradan bir hissəsini kəsdik. Yapışmalar çox idi. Sonra uşaqlıq boynunu qalan hissəsindən çıxardıq. Əsas o ki, tam olaraq çıxardıq. Çünki bəzən yarımçıq çıxarılıb, bu şəkildə çıxarılıb, uşaqlıq boynu çıxarıldığı düşünülə bilir və sonra uşaqlıq boynu, yəni izlənildikdə, özdə bax, ultrasəs müayinəsi edildikdə uşaqlıq boynu təkrar görünə bilir. Bu bir tərəfindən də baxaq. Bunlar da borulardır. Əməliyyat vaxtı ərinmədik, borularını da çıxardıq. Çünki çox vaxtı borular da yumurtalıqlarla bir yerdə saxlanır. Biz yumurtalıqları saxladıq, amma borunu çıxardıq. Çünki borulardan da bəzi hallarda problem, yəni xərçəng əmələ gələ bilir. Bu tərəfində elə bir problem yoxdur. Materialda patoloji müayinəyə göndərəcəyik. Uşaqlıq özü buradan göründüyü kimi kiçik miyomalar, bax burada qabarıqlıqlar, yəni dairə şəklində, yumru şəklində qabarıqlıqlar görünür. Yəni uşaqlığın toxumasının normal olmadığını göstərir. Burada da həmçinin, yəni adenomyoz deyirik buna. Adenomyoz adətən bu şəkildə olur.